Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bugün sizə 2025 dim test toplusu, düz bucaqlı, üç bucaq, Pifagor teoremi, düz bucaqlı, üç bucağın tərəfləri və bucaqları arasında münasibət bölməsinin təklərini mən izah edəcəm, cütlərinə isə siz baxarsınız. Yəni, ehtiyac olduqca hərəsindən bir tip izah edəcəm. Gəlin başlayaq vaxt itirmədən birinci sualımızdan. Deyir, uzunluğu 40 cm olan düz xətt parçası hər hansı düz xətlə 60 dərəcəli bucaq əmələ gətirir. Uşaqlar, yadınızda saxlayın ki, bu tip suallarda adətən düz xətt parçası deyəndə bu düz xətti maili çəkmək lazımdır. Bu düz xətti maili çəksən, sənin şəklin daha qəşəng alınacaq və sən istədiyini alacaqsan. Başqa bir düz xətlə, başqa bir düz xətdə bu aşağıdakı düz xətdir və bu düz xətlə 60 dərəcəli bucaq əmələ gətirir. Çəkdik. Bu parçanın həmin düz xət üzərində proyeksiyası. Proyeksiyanı çəkmək üçün mən buradan məsafəni qeyd etməliyəm. Məsafə dediyim şeydə təpədən çəkilmiş perpendikulyar düz xət. Və bunun proyeksiyası bilirsiniz də, proyeksiya sözünün mənası kölgə deməkdir. Bunun proyeksiyası, yəni bu qırmızı düz xəttin proyeksiyası mənim bu ştrixlədiyim hissə olur. İndi nə edirsiniz? Təbii ki, 90 dərəcə bura, 60 dərəcə bura, bura 30-60-90 düz bucaqlı üç bucağını xatırladır mənə. 30 dərəcə qarşısında katet hipotenuzun yarısıdır. Hipotenuz 40-dırsa, 40-ın yarısı 20 eləyəcək. 60-ın qarşısında isə digər katetin kökdə 3 mislidir. Yəni 20 kökdə 3. Bitdi. Məndən proyeksiyanı istəyir. Proyeksiyamız elə 20 imiş. Bu qədər. Növbəti sualla davam edək. İkinci sual. Mənə deyir ki, üçbucaqda A 12-dir, alfa 30 dərəcədir, beta 60 dərəcə olarsa B-ni tapın. İndi mən əslində birinci başlayanda dedim təkləri. Amma elə ehtiyac ola bilər ki, cütləri də izah edeyim. Yəni hər misaldan, hər tipdən bir dənə izah edəcəm ki, sizin beyninizdə sual qalmasın. A deyir 12-dir. Qəşəng, 12-ni qeyd elədim. Deyir alfa 30 dərəcədir. Aha, burada 30 dərəcə yazdım. Beta deyir 60 dərəcədir və məndən B-ni istəyir. Uşaqlar, sinuslar teoremi. İki bucaq varsa, biz nədən istifadə edirik? Sinuslar teoremindən. Sinuslar teoremi nə deyir? Hər hansı tərəfin bununla üzbəüz duran bucağın sinusuna nisbəti, yəni 12-nin sinus 30-a nisbəti bərabərdir. Hər hansı tərəfin, yəni B tərəfinin sinus 60 dərəcəyə nisbəti. Ay müəllim, bəs mən sinus 30-un qiymətini hardan bilim? Mən sənə cədvəl öyrətmişəm. Belə də ki, düz bucaqlı üç bucaqdan sinus 30-un qiymətinin tapılması yolunu izah eləmişəm. Necə olurdu? Əgər düz bucaqlı üç bucaqdırsa, bura 30 dərəcədirsə, bura 60-dırsa, 30-60-90 temasına görə bura 2A-dırsa, bura A-dır, burada A kökdə 3-dür. Və sinus 30-un da qaydası var ki, qarşıdakı katetin hipotenuza nisbəti, yəni A-nın 2A-ya nisbəti. Bunlar da ixtisar gedir, cavab qalır 2-də 1. Yəni sinus 30-un qiyməti neymiş? 2-də 1 imiş. Bərabərdir, B bölünsün. Sinus 60 da eyni şəkildə qarşıdakı katetin, yəni sinus 60 bərabər olacaq. Qarşıdakı katet A kökdə 3-ün hipotenuza, yəni 2A-ya nisbəti. Bu da A-lar gedəcək, qalacaq kökdə 3 böl 2. Ay müəllim, sonra nə edeyim? Təbii ki, tənasüb, çarpaz vurursan. Necə vuracam? Baxaq. 2-də 1-i vuracam B-yə, yazacam, bərabər eləyəcəm. 12-ni vuracam kökdə 3 bölünsün 2-yə. 2 ilə 12 getdi, 6 qaldı. Buradan 2-də 1 B bərabərdir, 6 kökdə 3 eləyəcək. Məxrəcə də heç nə yoxdursa 1 yazıram və bunları çarpaz vururam. B bərabər olacaq 12 kökdə 3-ə. Yəni cavabımız nə eləyir uşaqlar? C variantı. Bu da bəsit. Sonra davam edək üçüncü sualla. Üçüncü sualda deyir ki, bizə uzunluğu A-ya bərabər olan düz xətt parçasının uc nöqtələri paralel düz xəttlər üzərindədir. Deməli, uşaqlar, belə bir şey demək istəyir bizə. Paralel düz xəttlər üzərində demək istəyəndə deyir ki, bir dənə A parçası çək. Mən yadınızda saxlayın. Ümumiyyətlə, bir məsələdə uzunluğu A-ya bərabər olan düz xətt parçası deyirsə, bu parçanı maili çəkmək lazımdır. Ay müəllim, niyə belə eləyirik? Maili çəkirik ki, bu şəkil qəşəng alınsın. Mənim gözümə xoş dəysin şəkil. Gözə xoş dəyəndə şəkili, mən o misalı daha asan həll eləyəcəm. Uc nöqtələri, aha, bir uc nöqtəsi buradır, bir uc nöqtəsi buradır. Deyir, uc nöqtələri paralel düz xəttlər üzərindədir. O paralel düz xəttlər, uşaqlar, budur. Aha, paralel düz xəttlər, bənövşəyi düz xəttlər bir-birinə paraleldir. Onlarla
60 dərəcəli bucaq əmələ gətirir. Uşaqlar, onlarla 60 dərəcə bucaq deyəndə bunun burasını da bitişdirirsiniz və o buradır. 60 dərəcəli bucaq əmələ gətirdiyi. Paralel düz xətlər arasında məsafəni istəyir, yəni buranı istəyir məndən. Ay müəllim, yenə düz bucaqlı üç bucaq yaratdınız. Hə, yaratdım. A 30 dərəcə qarşısına katet hipotenuzun, yəni A-nın yarısına, yəni A bölü 2-yə bərabərdir. Hipotenuzda həmişə bu 90 dərəcəli, yəni bu kvadrat işarəsi ilə həmişə üzbəyüz baxır. Yəni sən şəkil olaraq yox, onun yerini əzbərlə. Vəsiyo, A bölü 2-dir cavabımız. Bəs buranı istəsəydin, nə edəcəydin? A bölü 2-ni kökdə 3-ə vuracaqdın, olacaqdı cavab Y bəndi. Yerlərini dəyişib kökdə 3 bölünsün 2A yazmaq olar. Bilirsiniz də. Bitti. Dördüncü sualla davam edirik. Dördüncü sualda deyir ki bizə, üçbucağın bucaqları 1, 2, 3 nisbətindədir. Nisbət veriləndə bilirsiniz ki 1K, 2K və 3K götürürük. Və üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Yazıram 1K üstəgəl 2K üstəgəl 3K bərabərdir 180 dərəcəyə. Və buradan 6K bərabərdir 180. K da bərabərdir 30 dərəcə. Necə tapdım 30-u? 180-i 6-ya böldüm. K-nı 30 tapandan sonra nə edirəm? Gətirirəm yerinə qoyuram. 1-i 30-a vururam 30 dərəcə. 2-ni 30-a vururam 60 dərəcə. 3'ü 30'a vururam 90 dərəcə. Bu düz bucaqlı üç bucaq imiş ki 30, 60, 90 teması. Deməli nə edirəm? Bucaqları qeyd edirəm və bizə məlum oldu ki bucaqlardan bu üç bucaq necə üç bucaq imiş? Düz bucaqlı üç bucaq imiş. İndi gəlin görək ardında nə deyir? Deyir onun kiçik tərəfi ilə, kiçik tərəf bilirsiniz ki kiçik bucaq qarşısında dayanan tərəfdir, yəni A. Bilirsiniz ki 30, 60, 90 temasına görə hipotenuzun yarısı A-nı verir. Burada A kökdə 3'dür. Bu qaydadır. Düzdürmü? Kiçik tərəf A-dır. Böyük tərəf də hipotenuzdur. Yadınızda saxlayın. Bir düz bucaqlı üç bucaqda ən böyük tərəf, ən böyük bucaq 90 olduğu üçün 90 ilə üzbəüz duran hipotenuzda ən böyük tərəf sayılır. Məndən deyir ki, kiçik tərəflə böyük tərəfin cəmi 7,2'dir. Yəni A ilə 2A'nın cəmi 7,2'dir. A'nın yanında heç yoxsa 1A yazıram. 1A ilə 2A'nın cəmi 3A'dır. Bu da 7,2'dir. A'nı tapanda 7,2'ni 3'ə bölürəm. A da olur 2,4. Ay müəllim, A 2,4 olanda bəs böyük tərəfi necə tapım? 2'ni 2,4'ə vurursam 4,8 olur sənin hipotenuzun. Bitti. Davam edək 5-ci suala. Demək olar bütün sualları mən izah elədim bura qədər. 5-ci sual bərabər yanlı üç bucaqdan danışır. Bərabər yanlı üç bucaqda bir bucaq əgər 90 dərəcədirsə, deməli bu üç bucaq bərabər yanlı düz bucaqlı üç bucaq imiş. Bərabər yanlı düz bucaqlı üç bucaqda bilirsiniz ki oturacağa bitişik bucaqlar bərabərdir. Yəni bir sözlə 45-45-90 temasını xatırladır mənə. Deyir üç bucağın oturacağı, oturacaq dediyi şey hipotenuzdur, 8'dir. Siz düz bucaqlı üç bucaqda 45-45 temasını bilirsiniz. Bilməyənlər də indi bu videodan öyrənəcək. Bura A'dır, bura A'dır, bura A kökdə 2'dir. Deməli A kökdə 2. Aha, A kökdə 2 8 imiş. Gəl tapa. A kökdə 2 8'dirsə A-nı necə tapacam? 8'i kökdə 2'yə böləcəm. Böləndə məxrəci irrasionallıqdan azad eləmək üçün məxrəci kopyalayıb surəti də məxrəci də yapışdıracam. A olacaq 8 kökdə 2 bölünsün kökdə 4. Bundan da 2 çıxacaq. Bu da eləyəcək A bərabərdir 4 kökdə 2. Ay müəllim, tərəflər 4 kökdə 2 imiş ki. Ay sağ ol. Məndən nə istəyir? Oturacağa endirilmiş hündürlük. Oturacağa bir dənə hündürlük endirirəm. Oturacaq dediyi şey hipotenuzdur. Bu H hündürlüyünü tapmaq üçün mən sizə qayda öyrətmişəm. Evklid teoremlərinin içərisində idi. Evklid teoremləri deyir ki, əgər katetlər A, B, hipotenuz C olarsa, hipotenuza endirilmiş hündürlüyü tapmaq üçün hündürlüyün düsturu var. AB bölünsün C. Yəni necə? Yəni necə? Gəl baxaq necə? Deməli, H-ı tapmaq üçün 4 kökdə 2'ni 4 kökdə 2'yə vurursan, 8'ə bölürsən. Nə olacaq buradan? Baxaq. 2 ilə 4 ixtisar gedir.
Deməli 8 ilə 4 gedəcək 2, 2 ilə 4 gedəcək 2. Köşdə 2-ni köşdə 2-yə vuranda köşdə 4, bundan da 2 çıxacaq. 2-ni də 2-yə vuranda 4 eləyəcək. Yəni bizim hündürlüyümüz nə qədər imiş? 4 sm imiş. Belə. Sonra və yaxud da necə tapa bilərdi? Sizə 10 deyim. Düstursuz necə? Yəni məsələn tutalım ki, sən AB bölünsün C düsturunu unuttun. Necə eləyəcəksən? Gəl baxaq. Məsələn, bax, buranı tapmışdım ki, 4 köşdə 2-dir də, düzdür. Buranı da 4 köşdə 2 vermişdim, buranı da 8 vermişdim. Amma mən bilirəm ki, bura 45 dərəcədir də, bura 90-cı, onda bura da 45-dir. Düzdürmü? Düzdür. 4 köşdə 2, onda bura A, bura A köşdə 2 olarsa, onda köşdə 2 ilə ixtisar gedəndə A 4 qalır. Deməli, bura 4 imiş, bura da 4 imiş. Razısan? Hündürlüyü tapdım ki. Yəni düz bucaqlı, üç bucaqdan da gedə bilərsən. Problem yoxdur. Yəni AB böl C düsturunu bilməyə ehtiyac yoxdur. Bilməsən də həyat davam eləyir. 8-ci sualla davam eləmək istəyirəm. Bura bütövlükdə nə qədərdir? 1 üstə gəl 1, 2. Bura nə qədərdir? 3. Bu xətti yox saysam, bu düz bucaqlı, üç bucaq belədir də. Elə bir ki, bura 3-dür. Bura 3'dür, bura 2'dir, burada nə bilim bir nəsə olsun, y olsun. Pifagor teoreminə görə katetlərin kvadratlarının cəmi bərabərdir hipotenusun kvadratına. 2'nin kvadratı 4 eləyir, y-ın kvadratı bərabərdir 9'a. Mən y-ın kvadratını tapsam 9'dan 4'ü çıxacam. Y-ın kvadratı olur 5, y da olur kökdə 5. Düzdür? Aha. Ay müəllim, indi neyniyək? İndi bu yoxa çıxardığım xətti sənə geri qaytarıram. Burada 1 yazıram. Bura çünki 1 idi. Burada x. İndi yuxarını yoxa çıxarıram. Bax, yuxarını yoxa çıxarıram. Bir dənə buranı saxlayıram. Bu balaca düz bucaqlı 3 bucağa görə. Burada kökdə 5 idi də. Mən yenə Pifagor yaza bilərəm. Yazaram. Niyə yazmıram? Yazıram. 1'in kvadratı üstə gəl. Kökdə 5'in kvadratı bərabərdir x-in kvadratı. 1'in kvadratı 1 eləyir. Kökdə 5'in kvadratı kvadratla kök gedir 5 qalır. Bu da x-in kvadratı. X-in kvadratı eləyir 6. Kvadratı 6 olan ədəd də kökdə 6'nın özüdür. Yəni variant olaraq D variantı. Davam eləyən növbəti sualımızla. Məncə 9'u özünüz yazacaqsınız artıq. Məncə də. 9 1'e bağlanacaq qəliz oldu. Elə bil ki, burada uşaqlar bu ortadakı xətti yox saysam, bura bütövlükdə 2 plus x-dir. Razısınız da məndən. İndi buranı var saysam, buranı yox saysam, burayla buranı. Onda buranı taparam ki, kök altında 2'nin kvadratı çıx x-in kvadratıdır. Niyə? Pifagora görə aldım da bunu. Hipotenuzun kvadratından katetin kvadratını çıxanda buradakı katetin kvadratını verdi. Kvadratdan da kök alanda bunu verdi. Aha. Ay müəllim, siz nə ağarsınız? Gəl baxaq görək nə ağarırım. Bax. 2 plus x da buradır, düzdürmü? Burada budur. İndi mən bu ortadakı xətti yox sayacağım. Bax, bu ortadakı xətti yox sayacağım. Obşi Pifagor teoremindən elə bir ki, belə bir şey alındı. Baxın. Düz bucaqlı 3 bucaqdır. Elə bir bura 2 plus x-dir. Bura kök altında 4 minus x-in kvadratıdır. Burada 3'dür. Düzdürmü? Pifagor teoreminə görə kök altında 4 minus x-in kvadratı üstə gəl 2 plus x-in kvadratı bərabər 3'ün kvadratı. Kvadratla kök gedir. 4 çıxılsın x-in kvadratı üstə gəl. Bunu müxtəsərlə atsam 2'nin kvadratı 4. 2'ni 2'ye vurup x'e vuranda 4x. X'in kvadratı da x'in kvadratı bərabərdir 3'ün kvadratı 9 eləyir. Mənfi x kvadratla müsbət x kvadrat getdi. 4 ilə 4'ün cəmi 8 üstə gəl 4x bərabərdir 9'a. 4x'i tapanda 9'dan 8'i çıxıram. 4x bərabərdir 1'ə. X də bərabərdir 1 böl 4'ə. Bitti. Tapdım ki 1'i də 4'ə böləndə 0,25 eləyir. Gördün? Yəni tam olaraq bilirsən necə? Elə bil ki, bir ucundan tutmalısan, yuxarıya doğru getməlisən. Hardasa nəsə alınacaq mütləqdir. 10-cu sual möhtəşəm üçlüdür uşaqlar. Möhtəşəm üçlü nədir? Möhtəşəm üçlüdə deyilir ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısına bərabər. Nə deməkdir? Bir dənə düzbucaqlı üçbucaqdır. Bura m'dir, bura m'dir, bura m'dir. Möhtəşəm üçlü budur.
Mənə deyir ki, hipotenuza çəkilən medianla hipotenuzun cəmi. Deyir ki, yəni 3m bərabərdir 39 kökdə 2-yə. M-i tapanda 39 kökdə 2-ni 3-ə bölürəm. Bu da olur 13 kökdə 2. Ay müəllim, nə demək istəyirsiniz ki, yəni hipotenuz 2m-dir deyə 2-ni 13 kökdə 2-yə vuranda cavab alınacaq? Bəli, 26 kökdə 2. Cavab nədir? 26 kökdə 2. Medianı istəsəydi təkcə 13 kökdə 2 idi. Hipotenuzda 2 dənə m olduğu üçün 26 kökdə 2 oldu. Bərabər yanlı düzbucaqlı üçbucaq hipotenuza çəkilən hündürlüklə hipotenuzun cəmi. Uşaqlar, bərabər yanlı düzbucaqlı üçbucaqda ümumiyyətlə bərabər yanlı üçbucağa aiddir bu dediyim qayda. Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş hündürlük həm median, həm də tənbölən rolunu oynayır. Həm qaydası. Bu həmçinin bütün bərabər yanlı üçbucaqlara aiddir. Bunu özünüz yazarsınız. 12. Katetləri 12-16 olan düzbucaqlı üçbucağın hipotenuzuna çəkilən medianı tapın. Uşaqlar, siz bunları Pifagor ədədlərindən, yəni mənim sizə verdiyim Pifagor cədvəllərindən bilə bilərsiniz ki, 3-ün 4 misli 12-dir, 4-ün 4 misli 16-dır, onda 5-in 4 misli 20 olacaq. Məşhur 3, 4, 5 ədədlərindən. Və yaxud da bilmirsinizsə, çox da böyük bir problem deyil. 12-nin kvadratını, 16-nın kvadratını toplayırsınız. 144, üstəcə 256, bu da eləyir 400. Və 400-dən də kök çıxardanda hipotenuz olur 20. Hipotenuza çəkilən medianı istəyir. Bu da möhtəşəm üçlüyünü xatırladır bizə. Yəni bura 20-dirsə bütövlükdə 10, 10, 10 düşür. Yəni medianımız nə qədər imiş? 10 imiş. Yəni bir sözlə hipotenuzun yarısıymış. Bu tipli misallarda sizə birinci hipotenuz lazımdır. Məsələn 14-də də elədik. Katetləri 5 cm, 12 cm olan düzbucaqlı üçbucağın perimetrini istəyir. Bilirsiniz ki, perimetr anlayışı tərəflərin cəmidir. Mən hipotenuzda katetləri bilirəmsə, kateti biləndə hipotenuzu nə ilə tapmaq olur? Pifagor teoremi ilə. Pifagor teoremi ilə hipotenuzu taparam. Sonra da bu üç tərəfin cəmi verəcək mənə perimetri. Bunlar sizlikdir. Bunları özünüz yazarsınız. 16-cı sualla mən sizlə davam eləmək istəyirəm. Gəlin baxaq ki, 16-da nə deyir? Deyir, düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyası. Əslində Evklit teoremlərində bu hipotenuz üzərində proyeksiyadan geniş danışmışam. PDF-də də var idi. Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyasından danışıramsa, yəni hipotenuz üzərindəki kölgəsindən danışıramsa, A katetinin hipotenuz üzərindəki kölgəsi x-dir. B katetinin isə hipotenuz üzərindəki kölgəsi qara ilə ştrixlədiyim, yəni y-dir. Aha, burada nə baş verir? Gəlin baxaq. Hipotenuz üzərindəki uzunluqları 24 və 54 cm bərabər. Deməli, bu 24-dür, bu da 54-dür. Düz bucaq təpəsindən çəkilmiş hündürlüyü, yəni h istəyir. Mən də sizə belə bir düstur demişdim. H-ın kvadratı bərabərdir x-y-a. Demişəm belə bir düstur. Demişəm. Buradan h-ı tapsam, kök altında x-y düsturu ilə taparam. Yəni bir növ kök altında 24-ə 54-ə vuraram. Təbii ki, bunlar tələsiblər. Köklər dərsini biz hələ gələcəkdə keçəcəyik. Amma məktəb vaxtından biləniniz varsa, nə edəcəyik burada? 24-ü elə 2 ədədin hasili şəklində parçalayacağım. 54-ü də həmçinin 9 vur 6. 2 dənə 6-dan, elə bir ki, belə oldu da, 4 vur 6, 9 vur 6. 2 dənə 6-dan, bir dənə 6-nı çıxardacağım çölə. 4-dən kök çıxacaq 2, 9-dan kök çıxacaq 3. 2-ni 3-ə vuranda 6, 6-nı da 6-ya vuranda cavab eləyəcək 36. Bitti. Bu kadar basit. Davam eləyək. 17 sizlikdir. 18. Düz bucaq təpəsinə hipotenuza çəkilmiş yenə hündürlüyü istəyir. Bu da sizlikdir. 19-u oxuyaq. Yenə eyni şey istəyir. Yenə sizlikdir. 20-ci sualdan davam eləyək. Deyir, düz bucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tənbölən. Aha, 20. Düz bucaqlı üçbucaqdır yenə. Bir dənə düz bucaqlı üçbucaq çəkirəm. İti bucaq təpəsindən çəkilən tənbölən. Tənbölən bucağı neyniyir? Yarıya bölür. Məndən əvvəl siz cavab verin. Aha,
iti bucaq təpəsindən çəkilən tənbölən qarşıdakı tərəflə 70 dərəcəli bucaq əmələ gətirir. Yəni bura 70-dir. 90, 70 bu düz bucaqlı 3 bucağa görə 90, 70 burada onda olur 20. Bilirsiniz də düz bucaqlı 3 bucaqlı iti bucaqların cəmi 90 dərəcə olmalıdır. 90-dan 70 çıxanda yuxarı 20 qalır. Tənbölən temasına görə 20 burası 20 də buradır. Onda bura bütövlükdə neçə dərəcə olur? 40 dərəcə. Onda bura nə qədər qalır? 50 dərəcə. Məndən 3 bucağın böyük iti bucağını istəyir. Yəni 50-ni istəyir. Cavab Y bəndi. Sonra düz bucaqlı 3 bucaqda 22-ci sualına davam edirəm. Deyir düz bucaqlı 3 bucaqda hipotenuza çəkilmiş hündürlük 1-ə, katetlərindən biri isə 2-yə bərabərdir. Aha, yenə düz bucaqlı 3 bucağı çəkirəm. Yenə düz bucaqlı 3 bucağı çəkirəm. Deyir düz bucaqlı 3 bucaqda hipotenuza çəkilmiş hündürlük. Aha, bir dənə hündürlük çəkdim. Hündürlük deyir 1 santimetrdir. Katetlərindən biri deyir 2 santimetrdir. Düz bucaqlı 3 bucağın öz kateti. Bu 3 bucağın iti bucağını tapın. Bunu istəyir də, yəni alfanı istəyir. Düzdür? Onda nə edirsiniz? Siz bilirsiniz ki, qarşıdakı katetin hipotenuza nisbəti, hipotenuzda bu 90-dan üzbəyüz dayanandır. Bu 3 bucaq üçün. Aha, qarşıdakı katetin hipotenuza nisbəti sinus alfanı verir. Yəni 1-in 2-yə nisbəti. Sinusda 2-də 1 qiymətini neçə dərəcədə alırdı? Cədvəldən bilirik 30 dərəcədə. Yəni alfa bucağı neçə dərəcəymiş? 30. Alfa bucağı 30'dursa bura nə qədər qalır? Bunların ikisinin cəmi 90 olması üçün burada 60 olmalıdır. Yəni bizim söhbət 30-60 temasından gedir. Sonra məncə 24'də yazacaqsınız. Bayaq mən buna aid bir sual yazmışdım. Bucaqları tapıb sonra oradan düz bucaqlı 3 bucaqdan yola çıxırdıq. Sonra 25'i də məncə yaza bilirsiniz artıq. Ona bitişik katet deyəndə, yəni 30 dərəcə və 30 dərəcəyə bitişik katetdən danışır. Elə bir ki, bura 30 dərəcədirsə, 30 dərəcəyə bitişik katetdə buradır da, düzdür? Katet 3'dür. Burada onda 60 dərəcədir, burada 90'dır. 30 dərəcə qarşısına katet hipotenuzun yarısıdır. 60'ın qarşısına A köçdü 3 bərabər 3'dür. Onda A'nı tapanda 3'ü köçdü 3'e bölürlər. Bunu da məxrəcin irrasionallıqdan azad eləsək, 3 köçdü 3 bölünsün 3. Bunlar da ixtisar gedir, A qalır köçdü 3. Düzdür? Onda A'nın yerine köçdü 3 qoysam, burada 2 köçdü 3 olacaq. Olacaq. Hipotenuzu yox, hipotenuza çəkilmiş medianı istəyir sizdən. Hipotenuza çəkilmiş median, uşaqlar, möhtəşəm üçlü deməkdir. Bura 2 köçdü 3'dürsə, bunların hərəsinə köçdü 3 paylanacaq. Onda median da köçdü 3 olacaq. Yəni cavab olaraq A variantıdır. A variantı. Davam edək sonra növbəti suallar. Düz bucaqlı 3 bucağın iti bucağı 75 dərəcəyə bərabərdir. Bu 3 bucağın düz bucaq təpəsindən çəkilmiş hündürlüyü və medianı arasında bucaq. Uşaqlar, bununla bağlı 3 dənə qayda var. Birinci qaydamız belədir. Bir düz bucaqlı 3 bucaq varsa, bunun düz bucaq təpəsindən bir hündürlük, bir də median çəkilirsə, tənbölənin adını çəkmirsə, onda bu bucaqlar, bunların arasında qalan bir x bucağı alfa ilə betanın fərqinə bərabərdir. Amma alfa ilə betanın fərqini modulda yazırlar, yəni həmişə müsbət alınmalıdır. Siz yaxşı olar ki, həmişə böyükdən balacanı çıxın ki, mənfi alınmaq kimi şansı qalmasın. Düz bucaqlı 3 bucağın iti bucağı 75 dərəcədirsə, indi bunun bir dənə də halı var uşaqlar. Bir dənə də halı var. Bir hündürlük və median arasında bucaqdır. Bu nə oldu? Median. Bu da göründüyü kimi 90 dərəcə yazmışamsa hündürlük deməkdir də, bilirsiniz. Aha, bir də var, düz bucaq təpəsindən bir hündürlük çəkilsin. Nə çəkilsin? Hündürlük çəkilsin. Bir də tənbölən çəkilsin. Nə çəkilsin? Tənbölən çəkilsin. O şey tənbölənin adını çəkirsə 2'yə bölmək teması gəlir. Yəni x-i tapmaq üçün alfadan betanı çıxıb 2'yə bölməliyəm. Sonra bir dənə də medianla tənbölən arasında bucağı istəyir. O da eyni cürdür. Orada da yenə bu median olsun. Bu tənbölən olsun. Yenə də medianla tənbölən arasında bucağı istəyirsə, yenə də mən nə edəcəm? Alfadan betanı çıxıb 2'yə böləcəm. Deməli, tənbölən varsa 2'yə bölmək var. Tənbölən yoxdursa sadəcə çıxırsan, 2'yə falan bölmürsən.
Aha, indi burada bize deyir ki, hündürlüyü ve medianı arasında bucaq. Hündürlüyü, medianı, tənbölənin adını çəkmədi. Əgər tənbölənin adını çəkmirsə, onda ikiyə bölmək teması da yoxdur. Deyir iti bucaqlardan biri 75'dir. Deməli, bura 75'dir. Harada 75? Baxaq. Bura deməli 75'dir. Aha. Bura 75'dirsə əgər uşaqlar, onda bura 25 qalır. Niyə? Daha doğrusu 15 qalır. Niyə? Çünki 90'dan 75 çıxanda 15 eləyir. Bunların ikisinin cəmi 90 olmalıdır axı. Mənə deyir, bunlar arasında qalan bucağı tap. Yəni 75'dən 15'i çıxırsan cavabdır. Yəni cavabımız 60 dərəcədir. Amma burada məsələn soruşur ki, tənbölən və median arasında. Onda o 75'dən 15'i çıxacaqsınız. Tənbölən söhbəti varsa 2'yə bölürsən çıxdığı olacaq 30 dərəcə. 28-ci sualdan davam eləmək istəyirəm. 28-ci sualda deyir katetləri 9 və 12 olan bir düzbucaqlı üçbucaq çəkirik. Aha, çəkdik düzbucaqlı üçbucağımızı. Katetləri neçədir? 9'dur, 12'dir. Onda bura 3'ün 3 mislidir, bura 4'ün də 3 mislidir, burada 5'in 3 misli, yəni 15 olmalıdır. Hipotenuz üzərində proyeksiya deyirsə, buradan bir hündürlük çəkirik və o proyeksiya buradır. Hansı katetin? A katetinin, yəni A katetinin hipotenuz üzərində proyeksiyası x. Bütöv hipotenuzda neçədir? 15'dir. Belə bir düsturumuz var. A-nın kvadratı bərabərdir. X vurulsun bütöv hipotenuz. Yəni 9'un kvadratı bərabərdir. X vurulsun bütöv 15. Belə bir evklit düsturumuz var. X'i de tapanda 81'i bölürük 15'e. Bu 3'e gedir. Yuxarıda 27, aşağıda 5 qalır. 27'ni de 5'e bölək. Bölək bir dənə. 5 dəfə 5, 25. 27'den 25 çıxanda 2. 2'nin yanına bir 0 əlavə eləyəndə bura vergül əlavə eləyirəm. 20'nin içində 5, 4 dəfə. 4 dəfə 5, 20. 20'den de 20 çıxanda 0. Cavabımız nə eləyir? 5 tam 10'da 4. Sonra 30-cu sualına davam edirəm. 29'u siz yazarsınız. Yaxşı? 30-cu sual. ABC üçbucağında deyir AB BC-yə bərabərdir. Aha. ABC üçbucağında. Deməli bir dənə ABC üçbucağı çəkim. Çəkdim. Həmişə də adlandırmanı aşağıdan, sol aşağı küncdən başlayın. ABC üçbucağı çəkdim. 30-cu sualda deyir AB BC-yə bərabərdir. Deməli bu üçbucaq bərabər yanlı üçbucaqdır və bərabər yanlı üçbucaqda bilirik ki, oturacağı bitişik bucaqlar nədir? Bərabərdir. D nöqtəsi AB və Y nöqtəsi BC üzərindədir. Hə, deyir bir dənə D nöqtəsi götür AB-nin üzərində, bir dənə də Y nöqtəsi götür BC-nin üzərində. Götürdüm. Deyir YD AB-yə perpendikulyardır. İşlər qarışdı. YD AB-yə nədir? Perpendikulyardır. Aha, buradan bir dənə perpendikulyar çək. Biraz əyri çəkək də, biraz oxşasın heç olmaya. Düzdür? Razısan da məndən. Aha. Gəl bir dənə oxşasın bu bura perpendikulyara. Aha. Bura bir D nöqtəsidir. Düzdür? Deyir AD DB-yə bərabərdir. AD DB-yə bərabərdir. Oyda, oyda. Mən elə şəkil çəkdim ki, yəni AD ömür boyu DB-yə bərabər olmayacaq. Gəl onda belə bir şey eləyək. Bunu uzadaq. Biraz heç olmuyor oxşasın da. Bir şəklə baxanda deyim ki, hə, AD DB-yə bərabər imiş. Yaxşı. Sonra bunun burasını bitişdirək. Gözləyə oxşadacağım. Nə danışırsan? Gözlə, gözlə. Səbir ol. Səbir ol bu dəqiqə. Aha, bura Y-dir. Hə, deyir AD DB-yə bərabərdir. Deməli, bura ilə bura bərabərdir. X, X. Və eyni zamanda bura 2x-dırsa, uşaqlar, bura da 2x-dir. Çünki mənə şərtdə əvvəlcədən vermişdi ki, AB də BC-yə bərabər idi. Unutma şərti. Şərti unutma. Şərtin hər xırdalığını yadında saxla. Bizə lazımdır. AYS. AYS harada görəsən? Hə, hələ bir AYS-ni də birləşdirib. Utanmaz. Birləşdirdik. Deyir, bu üçbucağın perimetri, bu ştrixlədiyim üçbucaq var ha. Bunun perimetri deyir, bərabərdir 32-yə. Nəyə bərabərdir? 32-yə. Deyir, AC 14-dür. Aha, AC-yə deyir 14-dür. Qəşək. Məndən BC-ni istəyir. Hə, məndən 2x istəyirmiş. Gəlin tapaq da, gəl tapaq.
Gəl tapaq. Gəl tapaq görək necə tapacağıq. ABC üçbucağında AB BC-yə bərabərdir. Oturacağı bitişik bucaqları bərabər idi. Aha. Sonra AB deyir D nöqtəsi AB-nin üzərindədir. Y nöqtəsi BC-nin üzərindədir. Y-də deyir AB-yə perpendikulyardır. Həm də deyir mediandır. Uşaqlar, bir şey göstərib sizə. Bu həm hündürlükdür, həm mediandır. Onda həm də avtomatik tənbölən olurmu? Olur. Onda bu üçbucaq çevirib tərsinə baxsanız, bərabər yanlı üçbucaq olar? Olar. Niyə? Çünki biz demişik ki, bərabər yanlı üçbucaqda təpədən çəkilmiş hündürlük həm median, həm də tənböləndir, həm qaydası. Onda deməli bu B-yə nə qədərdirsə, onda deməli YA da o qədərdir. Razısan da məndən? Onda bura A-dırsa, bura da A-dır. Düzdür? Bütöv də BC 2x-dırsa, burada 2x çıxa qalır YC-yə. Qalır. Onda mən bu üçbucaq üçün, AYC üçbucağı üçün perimetr düsturu yazsam, A üstəgəl 2x minus A üstəgəl AC, yəni 14, bərabərdir 32 yazaram. A'lar getdi. 2x plus 14 bərabərdir 32 qaldı. Mən buradan 2x'i tapsam, 32-dən 14'ü çıxaram. 2x bərabərdir 18, x də bərabərdir 9. Deməli, x-imiz nə qədər qaldı? 9 qaldı. 9. X-imiz 9'dursa, içini də 9'a vuranda nə qədər eləyəcək? 18. Yəni, bizim BC tərəfimiz 18 imiş. Təkcə DB-ni soruşsa 9 götürərdim. AB-ni soruşsa yenə 18 götürərdim. Çünki bərabər yanlı üçbucaq idi. Sonra 31-ci sualdan davam edək. Deyir, düzbucaqlı üçbucağın iki bucaqlarından biri 60 dərəcədir. Hipotenuzu ilə kiçik kateti. Kiçik katet təbii ki, kiçik bucaq qarşısında dayanmalıdır. Və siz bilirsiniz ki, düzbucaqlı üçbucaqda əgər bir bucaq, bir dənə iti bucaq 60 dərəcə verilibsə, onda digər bucaq 30 dərəcə olmalıdır. Və 30 dərəcə qarşısındakı katette kiçik katetdir. Onda bura 2A'dır. Burada A köklü 3'dür qaydamıza görə. Və bizə deyir ki, hipotenuzdan kiçik katetin cəmi 27'dir. Əslində mən bundan yazmışdım əvvəlki misallarda. Bu 1A'dır, bu da 2A'dır. Bu elədi 3A bərabər 27. A da bərabərdir 27'ni böləcəm 3'ə. A da eləyəcək 9. Uşaqlar, bu videoda təbii ki, biz hipotenuz uzunluğunu istəyirik 9, 18. Bu videoda yarısını, növbəti videoda yarısını izah edəcəm testlərin. Daha sonra davam edək. 32'ni məncə siz artıq yaza biləcəksiniz. Oralara çox da ilişmirik. Bayaqdan danışırıq bunlar haqqında. Məncə 34'ü də yazarsınız. 33'ü də yazarsınız. Keçək növbətiyə. 35'i də yazarsınız. 36'ını da yazarsınız. Yaxşı, bunlardan çox oldu. Gəlin birini yazaq. Uşaqlar, yenə 34-cü sualda ortadakı xətti saymıram ümumiyyətlə, hələ ki. Mən aşağı 4 köçdə 2 ilə 2 köçdə 2'nin cəmi, yəni 6 köçdə 2 kimi baxıram. Burada bir, nə bilim, yazıram Y. Onda общий Pifagor teoreminə görə katetlərin kvadratlarının cəmi bərabərdir hipotenuzun kvadratına, yəni onun kvadratına. Y-ın kvadratı üstəgəl 6'nın kvadratı 36 vurdum 2'yə 72 bərabərdir 100'ə və Y-ın kvadratı bərabərdir 18'ə. Onda Y-də olur kök altında 18. Kök altında 18'i elə 2 ədədin hasili şəklində parçalayıram ki, biri kökdən çıxsın. 9 vur 2 kimi parçalasam 9 2 kimi 3 kimi çıxacaq. 2 də qalacaq kökün altında. Yəni Y-ımız 3 kökdə 2 imiş. İndi mən nə edəcəm? Mən bu tərəfi siləcəm. Bax, buranı silirəm. Buranı da silirəm. Bir dənə bu balaca üçbucağı saxlayacağım. Elə bir ki, belə bir üçbucaq qaldı orada. Bura x-dır. Bura 3 kökdə 2'dir. Bura 2 kökdə 2'dir. Burada düz bucaqdır. Mən bu düz bucaqlı üçbucağa görə Pifagor yazsam, olacaq 3 kökdə 2'nin kvadratı üstəgəl 2 kökdə 2'nin kvadratı bərabərdir x-in kvadratı. Kvadrat həm 3'ə aiddir, həm kökdə 2'yə aiddir. Olur 3'ün kvadratı vur kökdə 2'nin kvadratı üstəgəl. Kvadrat həm 2'yə aiddir, həm kökdə 2'yə aiddir. Olur 2'nin kvadratı vur kökdə 2'nin kvadratı bərabərdir x-in kvadratına. Düzdür? 3'ün kvadratı 9 eləyir. Kvadratla kök gedir 2 qalır. 2'nin kvadratı 4 eləyir. Kvadratla kök gedir 2 qalır. Bu da eləyir x-in kvadratı.
9'u 2'yə vuranda 18, 4'ü 2'yə vuranda 8 bərabər x-in kvadratı. X-in kvadratı 26 eləyir. X də olur kökdə 26. Yəni x-imiz neçəymiş? Kök altında 26. Kök altında 26. Bəs niyə yoxdur? Gözdə nəyi səhv yazdıq? Tak. Gözdə. Nəyi səhv yazdıq? Niyə alınmadı ki? Deməli. 6 kökdə 2'nin kvadratı gözdə. 72, onun kvadratı 100. 100'dən 72 çıxanda 18. 28 qalır uşaqlar, üzürü sayın. Bu da 4 vur 7'dir. Bu da 2 kökdə 7'dir. Görürsünüz, bir dənə şeyi səhv yazan kimi hər şey səhv gedir. Heç bunu 2 kökdə 7 kimi yazmaq zatı əlləşməyin bundan. Kökdə 27 yazın, çıxsın, geçsin. Onsuz da təzdən Pifagorda mənə onun kvadratı lazım olur da. Yazı belə bir üçbucaq qaldı da option. Bura x-dir, bura kökdə 27'dir. Burada 2 kökdə 2'dir, düzdür? Olur 2 kökdə 2'nin kvadratı, üstə gəl kök altda 27'nin kvadratı bərabər x-in kvadratı. 2 kökdə 2'nin kvadratı, kvadrat həm 2'yə aiddir, həm kökdə 2'yə aiddir. Olur 2'nin kvadratı vur kökdə 2'nin kvadratı, üstə gəl kvadratla kök gedir 27 bərabər x-in kvadratı. Burada da kvadratla kök gedir, bu 8 eləyir. Ay müəllim, başqa cür bunu kvadrata yüksəltmək olmur, olur. 2'ni kvadrata yüksəlt, kökün altına sal. Olacaq kökdə 8. Sonra kökdə 8'i kvadrata yüksəldəndə 8 eləyəcək. Elə də olar. X-in kvadratı olacaq burada nə? 35. X də olacaq kökdə 35. Yenə alınmadı. Əstağfurullah. Niyə alınmıyor bu? Gəlin yaxşı bir dənə də yazaq. Gəlin bir dənə də yazaq. Çox güman ki, nə idəsə hesablama səhv eləmişik. Gəlin yazaq. Daha diqqətlə yazaq. 34-cü sual. Deməli, bura bütövlükdə 10'dur. Bura nə qədərdir opşi? 6 kökdə 2. Bura nə qədərdir bilmirik. Y. Ortadakı xətti hələ ki yox sayıram. Y-in kvadratı üstə gəl. 6 kökdə 2'nin kvadratı bərabərdir 10'un kvadratı. Y-in kvadratı bərabərdir 100 çıxılsın. 6'nın kvadratı 36, kökdə 2'nin kvadratı kökdə 4, ondan da 2 çıxır. 36'nı da 2'yə vuranda 72. Düzdür? Y-in kvadratı bərabərdir 28 qaldı. Elə kvadrat şəklində saxla, çünki birazdan da kvadratı lazım olacaq mənə. İndi bu üçbucağa odaqlanıram. Bu üçbucağa. Bura kökdə 27'dir. 28'dir. İndi x-in kvadratı bərabərdir. Kökdə 28'in kvadratı üstə gəl. 2 kökdə 2'nin kvadratı. X-in kvadratı bərabərdir. Kvadratla kök gedir 28 qalır. Burada 2'nin kvadratı 4. Kökdə 2'nin kvadratı elə 2'nin özü eləyir. X-in kvadratı bərabər 28 üstə gəl 8. X-in kvadratı bərabər 36. X də olur 6. Gördün? Bir dənə misalda nöqtə belə səhv eləsən, bütün misal alt üst olur və sənə də artıq yük düşür. 37'ye qədər eyni tipdir. 38'ci sualına davam edək. Oturacağı 36 olan bərabər yanlı üçbucaq. 45-45-90 teması öz yazarsınız. 39 məncə aydındır artıq. Evklit teoremlərinə görə 8'in kvadratı bərabərdir 16 vur x-a. 16 vur x bərabər 64'ə. X-i də tapanda 64'ü 16'ya böləndə cavab y. Ay müəllim, bəs hipotenuzu istəsə nə edərdim? 4'dürsə 16'dırsa burada 20 eləyəcək. Bəs bu kateti istəsə nə edərdim? Nə edəcəksən? Evklit teoremi nə deyirdi? A''nın kvadratı bərabərdir. Bunun kölgəsi, yəni 4 vurulsun bütöv hipotenuz. A''nın kvadratı bu da eləyəcək 80. 80'dən də kök almaq üçün nə edirdim? Bunu 16 vur 5 kimi yazırdım. 16'dan kök 4 kimi çıxırdı. 5 də qalırdı kökün altında. Həmçinin B katetində elə tapmaq olar. Necə tapacaqsan? B'nin kvadratı bərabərdir. B'nin kölgəsi, yəni 16 vurulsun bütöv katet. Daha doğrusu hipotenuz. B'nin kvadratı bərabərdir. Bunu belə yazmaq olar da. 20'ni 4 vur 5 kimi parçalamaq olar. O da B'nin kvadratı bərabər 16'dan 4 çıxır. 4'dən 2 çıxır. 5 də qalır kökün altında. Kökdən çıxartdım. 8 kökdə 5.
Daha sonra davam eləyək 41-ci sualla. Deyir düzbucaqlı ABC üçbucağında S düzbucaq təpəsindən S-də hündürlüyü çəkilmişdi. Aha, deməli bura hündürlükdür. Deyir DM AC-yə perpendikulyardır. Burada perpendikulyar imiş. Gəlin bu şəkli böyük versiyada çəkək ki, bizə hər şey aydın olsun. Aha, bir dənə düzbucaqlı üçbucaqdır. Qəşəng. Mənə deyir ki, bura B-dir, bura C-dir, bura A-dır. Aha, mənə deyir C-dən D-yə bir dənə hündürlük çəkdim. Mənə deyir buradan M-ə də bir MA-yə də, MC-yə də, yoxsa nə? AC-yə də bir dənə hündürlük çəkdim. Aha, sonra eyni şəkildə buradan da bir hündürlük çəkdim. Aha, o üçün burada bir demək istəyir ki, yəni burada bir düzbucaqlı var da. Deyir DM2-dir, DM2-dir, qəşəng. Qoy bir dənə bu ştrixlədiyimi silim ki, çox da beyin qarışmasın. DM2-dir, qəşəng. Bura 2-dirsə, burada 2-dir. 2-dir, bərabərdir çünki. Sonra DN 4-dür. Bura 4-dür. Onda burada 4-dür. 4-dür. Aha. Ay müəllim, sonra nə edəyək? Bax, bura düzbucaq təpəsidir, düzdür. Düzbucaq təpəsindən bir hündürlük çəkilir. Hündürlüyün kvadratı hipotenuzun bölündüyü hissələrin hasilinə bərabərdir ya yox? Bərabərdir. Onda 2-nin kvadratı bərabərdir. 4 vurulsun x. 2-nin kvadratı 4, 4 vurulsun x-ə bərabərdir. X-i də tapanda 4-ü 4-ə bölürəm, cavab eləyir 1. Yəni, bura nə qədər imiş? 1. Sonra nə edəcəksən? Heç nə. AC katetini istəyir, 4 ilə 1-i cəmləyəcəksən, cavab 5. Bu qədər bəsit. Ay müəllim, bəs məndən BS-ni istəsəydi nə edərdi? Yenə eyni şey. Düzbucaq təpəsidir, düzbucaq təpəsinə hündürlük çəkilib. Hündürlüyün kvadratı y vur 2-yə bərabərdir. Yəni 4-ün kvadratı y vur 2-yə bərabərdir. Hansı düzbucaqlı üçbucağı üçün? Bu. Bu. Bir dənə əyri bax şəkilə görəcəksən. 16-nı 2-yə böləndə y eləyir 8. BS katetini istəsəydi 8 ilə 2-ni cəmləyəcəkdim 10. Amma bizdən AC-ni istəyir, AC də 5-dir. 42-ni özünüz yazarsınız. 42 də bundandır. Sonra keçək növbətiyə. 43-cü sualına davam edək. 43-cü sualda deyir ki, düzbucaqlı üçbucaqda iti bucaqların nisbəti 4-ün 5-ədir. Uşaqlar, düzbucaqlı üçbucaqda iti bucaqların nisbəti 4-ün 5-ədirsə, biri 4K-dır, biri 5K-dır. Və iti bucaqlarında cəmi 90 dərəcədir. Düzbucaqlı üçbucaqda. Heç nə, yazırsınız 4K üstə gəl 5K bərabərdir 90 dərəcəyə. 9K bərabərdir 90 dərəcəyə. K-nı tapanda 90-ı 9-a bölürsünüz. K olur 10 dərəcə. K 10-dursa 4-ü 10-a vuranda 40 eləyir. 5-i 10-a vuranda 50 eləyir. İndi deməli belə bir düzbucaqlı üçbucağımız var imiş. İti bucaqlarından biri 40 dərəcəymiş, biri 50 dərəcəymiş. Yəni bura 40-dır, bura nə qədərdir? 50-dir. Düzdür? Məndən düzbucaq təpəsindən çəkilmiş medianla hündürlük arasında bucağı istəyir. Yəni tənböləni verməyibdir. Onda elə 50-dən 40-ı çıxırsan cavabdır. Cavab 10-dur. Tənböləndən arasında bucağı istəsəydi, yəni ya hündürlüklə tənbölən arasında bucağı, ya medianla tənbölən arasında bucağı, onda 50-dən 40-ı çıxacaqdın, onu eləyəcəkdi. Təzdən onu da 2-yə böləcəkdin. Yəni tənbölən söhbəti varsa, 2-yə bölmək söhbəti var. Yoxdursa, yoxdur. Sonra 44-ü özünüz yazarsınız. 44-ü özünüz yazarsınız. Davam edək 45-ci sualla. 45-ci sualda deyir ki, bizə ABC düzbucaqlı üçbucağında bucaq S 90 dərəcədir. CD AB-yə perpendikulyardır. AC deyir 5-dir. BC deyir 2-dir. BD-nin AD-yə nisbətini istəyir. BD-nin AD-yə nisbəti. Uşaqlar, belə bir qaydamız var idi. Gəlin bir dənə sizin yadınıza salım. Evklit teoremlərindən alınırdı bu qayda. Qayda belə idi ki, elə bil ki, mən sizə bir dənə şey öyrətmişdim də. Bura A katetinin hipotenuz üzərindəki kölgəsi bu hissədir. Düzdür? B katetinin hipotenuz üzərindəki kölgəsi də bu qırmızı ilə qaraladığım hissədir. Düzdürmü? Və belə bir qayda var ki, A-nın kvadratı bərabərdir. X vur X plus Y, yəni bütün hipotenuz. B-nin kvadratı bərabərdir. Y vur X plus Y. Bunları mən tərəf-tərəfə bölsəm,
Bunlar gedəcək. A-nın kvadratı böl B-nin kvadratı bərabər x böl y qalacaq. Ay müəllim, bunun burada nə işi var? Bax. Düz bucağa bitişik tərəf 5 ilə 2-dir, 5 ilə 2-dir. Onda katetin yerinə birinə 5 yazacağım, 5-in kvadratı, birinə 2 yazacağım, 2-nin kvadratı bərabər x böl y olacaq. Onda x böl y bərabər 25 böl 4 olacaq. Ay müəllim, indi nə bilək biz hansıdır? Bax. BD-ni birinci yazıbdır, düzdür? Bizdə nisbətdə. BD-ni birinci yazıbsa, onda 2-ni birinci yazmalısan. Onda belə olacaq. Y-in x-ə nisbəti, 4-ün 25-ə nisbəti. Cavab C bəndi. Fikir verirsən, D-ni də verib ha sənə. D deyil cavab, C-dir. Çünki birinci BD ilə başlayıb. BD ilə başlayırsansa, BD tərəfdəki 2 ilə başlamalısan. Yaxşımı? Sonra 46-cı sual eynisidir. 46-nı öz yazarsınız. Eyni şəkildədir. 47-ci sualla davam edirəm. Düzbucaqlı üçbucağın düz bucağının tənböləni ilə bir iti bucağının tənböləni 70 dərəcə bucaq altında kəsişir. Bu üçbucağın kiçik iti bucağını tapın. Buna aid məncə əvvəllərdə mən sual izah eləmişdim. Bu sizlikdir. 48-ci sual da bundandır. Eynisidir. 49. ABC üçbucağında bucaq S 90 dərəcədir. Uşaqlar, bu üçbucaqda görürsünüz ki, bura 30 dərəcədir. Nə bildim? Bura 90'dır, bura 60'dır, bura 30 qalırdı. 60'dan 30'un cəmi 90'a tamamlanmalıdır. Sonra bura 30'dursa, onda bu birisi yarısı 60 qalır. Çünki bütöv 90 dərəcədir. Onda bura 60'dır, bura 90'dırsa, bura 30 qalır. Deyir AC 10'dur. AC 10'dursa, 30 dərəcə qarşısına katet uşaqlar. Bu düz bucaqlı üçbucağı üçün AC hipotenus sayılır. Çünki 90'dan üzbəüz baxır. Onda 30 qarşısında katet, yəni AD, onun yarısı olacaq, yəni 5. Burasını bildin də, yəni nə demək istədiyimi. Sonra bunları silirəm, bir dənə silirəm. Bu opşi üçbucaq üçün də 30'un qarşısındakı 10'dursa, bura bütövlükdə 20 olar mı? Çünki 30'un qarşısındakı hipotenusun yarısıdır da. Hipotenus 20 imiş ki, 20'nin yarısı 10 eləyib. Bura 5'dirsə, 20'dən də 5'i çıxanda B'də qalar mı? 15. Qalar. Bu qədər bəsit. 50-ci sual eynisidir. 50'ni özünüz yazarsınız. 51-ci sualı da izah edirəm və bu videonu burada yekunlaşdırıram. Növbəti ardına növbəti videoda baxarsınız. Çünki video çox uzun olanda uşaqların səbri çatmır baxmağa. 51-ci sual. AD BC parçaları Y nöqtəsində kəsişir. Aha, qəşəng. CD 2AB-yə bərabərdir. AB-yə 1x desəm, CD olacaq 2x. BC 9'dur. Bura bütövlükdə 9'dur. Mən buranı bu qədər uzatsam. Burada olacaq 2x. Çünki bura ilə eyni uzunluqdadır. Və eyni zamanda buranı da bitişdirsəm, bura 9'dursa bu qarşısı da 9'dur və bura 90 dərəcədir. Mənə deyir AD 15'dir. Gör nə verib mənə. Deyir AD 15'dir. Onda deməli biz hansı üçbucağa odaqlanırıq? Bu üçbucağa. AD də bütövlükdə nə qədər verib? 15 verib. Bura nə qədərdir bəs? 3x'dir. Ay müəllim, neyniyək? Pifagor yaz da. 3x'in kvadratı üstə gəl 9'un kvadratı bərabər 15'in kvadratı. 3x'in kvadratı, kvadrat həm 3'ə aiddir, həm x-ə aiddir. 3'ün kvadratı vur x-in kvadratı üstə gəl 81 bərabərdir 225'ə. 9x'in kvadratı bərabər 225'dən 81'i çıxıram. 9x'in kvadratı bərabərdir 4, 144. X'in kvadratını da tapanda 144'ü 9'a bölürəm. X'i tapanda bunları kökə salmalıyam. Kökə salmaq ayrı-ayrı köklərin nisbəti kimi yaza bilərəm. 144'dən 12 çıxır, 9'dan da 3 çıxır. Bunları da ixtisar aparanda 4 qalır. Yəni bizim x'imiz 4 imiş. CD'ni istəyir. X 4'dürsə, 2'ni də 4'ə vuranda 8. CD axı 2x idi. Təkcə AB-ni istəsəydi 4'ü götürərdim. Müəllimə, mən bu qədər uzun getməyib, başqa cür ala bilərəm. Ala bilərsən. Bax, necə? 3'ün 3 misli neçə eləyir? 9. 5'in 3 misli 15 isə, burada da 4'ün 3 misli. Yəni 12 olmalıdır. Yəni belə çıxır ki, 3x 12'yə bərabərdir, x də 4'ə bərabərdir. Bu qədərlə Pifagor ədədlərindən rahat üsulla tapmaq olardı.
Zaten Pifaqor ədədləri də Pifaqor cədvəlindən çıxmış ədədlərdir. O üçün uşaqlar, bu video 50 dəqiqəlik oldu. Çox uzun oldu. Ona görə burada yekunlaşdırıram. Növbəti videoda 51-dən sonrakıları izah edəcəm. Videoya baxdığınız üçün təşəkkür edirəm. Abunə olub, like etməyi, yorum yazmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək ümidi ilə.